Təqdim edəcəyim bu gözəl həyət evi Abşeron rayonu Məhəmmədli dairəsinə yaxın məsafədədir. Pirşağı Kürdaxanı yolunda. Magistral yola yaxın, ümumiyyətlə bütün marşrut xətlərinə hansı ki, hamısı birbaşa Köroğluya işləyir. Onlara tam yaxın məsafədə qiymət 119.000 manat və o qiymətdən də real müştəriyə indirim olacaq. 2 sot yarıma yaxın 2.12-dir, belə deyək. Paket kupça dedikdə nəyi anlayırıq? Yəni evin də torpağında çıxarışı, evin kvadratı da qeyd olunur, torpağın sotu da qeyd olunur. 2 sot yarıma yaxın torpaqda 6-7 daş kürsüdə, dairəvi qoşadaş 120 kvadrata yaxın 4 otaqlı həyət evimizdir. Padvanına girişli, sardarına giriş balkonundandır və ən əsası ev 4 mütərəfdən heç bir evə bariyyə birləşik deyil. Mətləfdən balkonda birbaşa çıxışdır, yer gözü və məqrayı göçəlir. Həyətini maqabdən göstər. Bir hissəsində göstər, yaşıl olsun, yerinə zərət tutub. Orada da əl bulağıdır, həyət üçün belə deyək. Geniş darvaza qoyulur, maşın rahat şəkildə həyətinə girir. Həyətlərə tamik döşərim, yıxılmışdım. Mərkəzi kanalizasiya sistemidir, qapıya kimi asfaltdır. Gedək evin içərisini göstərək. Qazın, suyu, işığı, hamısı çəkilir, hamısının sayğacı qoyulur. İstilik sistemi kombilir, xətlərə çəkilir. Otağın pəncərəsinə baxın. Oradan qoyablar, qədər şeylərin pəncərə deyilir. Yəni, otaq tam işıqlı görsənir. Özə hər tərəfdə də evdə təzə evlərdir. Səliqəli gözəl məhəllədə, hansı ki desinlər, 2 evə 100 min pul verir. Necə evdə yaşayır, edilməyəcək evdir. Mətbəxidir, yenə mətbəxdən balkondan çıxışdır, gördünüz. Yayda, burada stol təsəvvür edirəm də, həyətdə samovar çayı, dəri unudursan. Burada əlavə pəncərə gördük, tez aç havasını dəyişir. Evin ən kiçik yatan otağı hansı ki uşaq otağı üçün nəzərdə tutulur. Evin xoşumuza gələn ən kiçik otağı. Yataq otağı hər otaqda bir xəttə çəkilir. Pəncərəni açırsa zabana məsafəsi var, nə var? Burada da növbəti yataq otağı. Sanitar qoşları sanılır. İkisi bir yerdədir. Keramika, mərmər, qranit döşənir. Ev tam hazır vəziyyətdədir. Təmir baxımından deyirik. Allah almanızdan əlində xeyir versin. Hər kimin almanıza müştəri. Belə izlərim. Videomuz sonuna qədər izlədiyiniz üçün təşəkkür edirik.